Salam dostlar, kanalıma xoş gəldiniz. Mən Arzu. Bugün sizinlə birlikdə müxtəlif günlərdə çəkilmiş videoların hamısını birləşdirdim. Bir video atacağım. Gördüyünüz kimi ilk öncə Miko ilə oynamağa başlayıram. Bu arada Miko'yu çıxartdım. Yəni gizemli Star Drop'dan. Bilmirəm, videoları qarışıq yığmışam. Ona görə gördüyünüz kimi insanlara saldırıram və oh my god. Oydanıyordum. Orada Mason öldürəcəyimə çox əmin idim. Bilmədim niyə belə oldu. Neyse, burada mega görev var. 5 tane bize star hediyesini verir. Burada bunları açaq bari, çünkü oyun şu anda yenilendi. Bu sefer təmizliyə girdim. Çıxartdım. Yəni bu aralar şansım çox yüksək. Dəqiqədə bir karakter kostüm çıxardıram. Kasılan mod mənə görə temizlikdir. Çünki çox asan kupa kasılır. Biraz səs çıxala bilər. Girdiyin hər maçı qazanırsan. Bilmirəm, rəqiblərdə də problem yoxsa mən mümük oynayıram. Məsələn, gördüyünüz kimi burada 10'dur, rəqib də 1'dir. Gördüyünüz kimi 11 olduq və mən ultimlə getdim, milləti öldürdüm. Kupamız da gəldi. Daha sonra burada Star Drop açırıq. Şaşırdıqmı? Hayır. Destansı çıxanda belə sevinirəm. Bilmirəm, bu fakir yardımcı. Yəni açaq Star Drop üçün çıxmayacağını %1000% əminəm. Evet, heç nə çıxmadı. Daha sonra yenə Nani ilə girirəm. Buranı tezləşdirə bilərəm. Dostlar, buranı ekstra hızlandırmaya almışam. Çünki yəni Nani ilə oynayıram və çox bir avantaj yoxdur. Gördüyünüz kimi 2 puanı falan aldım. 2 kişi yok etdim. Dostlar, gördüyünüz kimi ultim doldu. Burada Chester'ı təkləyirəm bu arada. Neyse, mənim takım arkadaşlarım bu arada çox kişi oynuyor. Yəni bu oyunda ultimi də mal kimi boş yerə atdım. Yəni gördüyünüz kimi bu səfər gələn takım arkadaşlarım həqiqətən çox güclüdür. Ona görə qazandıq. Star Drop təbii ki də DP katlayıcıları məndən əl çəkmir. Yəni mücəffər gəlsə də çox olmazsa sevinirəm. Ən azından bir kostüm, bir karakter yaxşı olmadı, güc puanı, altın ver ya. Bu DP katlayıcısı nədir? Qaldırsınlar evin oyundan. Dostlar, yəni giririk maça. Nani ilə. Yanımıza DJ Poco, Nani. Nani zaten mənəm. Sonra bu kimdir? Tik gəldi. Bir də o yengeçin adını bilmirəm. Gizemlidir məncə. Baxın, Beri gəldi. Kaş mənə Beri çıxsayı. Bezdirmə bu Berilərdən. Hər maç rəqibə Beri gəlir, mənim içimdən keçir. Neyse, mən güvənirəm bu maçı qazanacaq. Şöyle ultimi atım, bir dojluyum. Beri'ye dedim. Beri gözdəydi, öldü. Burada Emzi falan öldürürük hamısını. Nani var burada, öldürdü. Mən öldürmədim. Griff öldürdü, eyni şeydi. Yəni onlar öldürdü, mən öldürdüm. Takma qədər Emzi fərqlə qazandıq. Oha dostlar, sushi atırıq. Dostlar, bu arada sushi'də bildiyimə görə 2 dənə olsa da təzədən 4 haqqın olur. Bir sushi'dən heç nə çıxmayacaq. Oha. Bir sushi'dən Beri. Necə manifestlədiyimi inanmazsınız dostlar. İnanmazsınız necə manifestlədim. Ay Allah. Çox sikik ya. Neyse, Nani ilə görevim olduğuna görə yenə Nani ilə girirəm. Yanımıza bu səfər Bibi, Crow, Macy, Daryl gəldi. Rəqibdə də bu Artie idi, Jack idi. Ondan sonra Chuck'dı. Sonra 2 puan aldım gördüyünüz kimi. Sonra bir dənə də Daryl varmış rəqibdə. Bir de bu Ludo deyəsən, tam da bilmirəm, görmürəm çünki. Hə, Ludo deyəsən. Şimdi burada bir tane bu neydi, melek kostüm olan şəxsin adını unuttum. Yani bakın, bu burada AFK'dı. Onu da öldürdü. Heç zaman Mace ultisini falan bastı. Bu arada spikerlikdə heç iyi deyiləm. Neyse, öldüm. Oha, 2 kişi yok edildi. Oh my god. Şöyle ultimizi bastık ve getdik. Adamı öldürdük ve yine ezdi farkla kazandığımız üzere dislike'ımızı atırıq. Heç bir faydam olmamasına rağmen 34.000 hasar. Vurmuşam və 2 nəfər, 2'ye 1 oynamışam. Biri üzere 1400'den. 1400 ise kupaydım, görmedim tam da. 1400, 14.700 pardon. Mega görev tamam ama bilmirəm nə qədər qaldı, şu an görmedim. Ems'lə görürük mega görevdə, çünki Ems'dir. Nerede bir də o birisini bilmirəm.
Çünki bu video əvvəldən çəkmişəm, sonradan səsləndirirəm, amma o bir hissəsini çəkə-çəkə səsləndirmişdim. Gördüyünüz kimi Emzdən bayağı bir xoşum gəlir. Ona görə girən kimi Kaze məni öldürdü. Yəni bu qədər talihsizlik olmaz. Kazeyə görə mən düşünürəm ki, bir də rəqibdə Sprat var. O ikisi bizim əsəblərimizlə oynayacaq və ona görə də bu əli çox qazanacağımızı düşünmürəm. Bizdə də Sprat var, amma bizim Spratımız o qədər etkili deyil. Bir də burada Edgar var. Edgar səni çıldırtacam, Edgar. Edgar səni çıldırtacam. Nəsə buradan milləti dojlayırıq. Burada şəxs gördüm mən bayaq elə bil, yoxmuş. Baba, burada Edgar gəldi. Edgar, mən sənə demişdim. Dojladım gördüyünüz kimi Edgarı. Kaze gəlir bura. Mal olmadığıma görə ora girmədim və Kazeyi də öldürdüm. Sonra Edgar yenə gəlir. Millət yenə Edgarı öldürür və mən ölürəm. Şöyle gördüyünüz kimi yenidən doğduq və gedirik. Emizdən çox kişi oynayacağımı düşünürəm. Bu Poco'dur, belə deyəsən Poco'dur. Tam kostümünə görə tam dəqiq bilmədim. Sonra burada Willow var. Willow'u da öldürdük təbii ki də. Sonra Kazeyi də öldürdüm. Sonra burada Piper öldü. Amma bizim takımı öldürdü. Mən öldürmədim. Nəysə dostlar, mən görəvi tamamlayıb gəlirəm. Dostlar, mən görəvi tamamladım. Hətta paketlərinə də şeylər çıxarda bilmədim. Ona görə qoya bilmədim də, yəni. Nəysə dostlar, bugünlük bu qədər.